Türkiyədə keçirilən dünya çempionatında tarixi nəticə əldə edən deflimpiyaçılarımız vətənə qayıdıb. İdmançılarımızı Heydər Əliyev adına beynəlxalq hava limanında federasiya rəsmiləri, idmançıların yaxınları və media nümayəndələri qarşılayıblar. Türkiyənin İstanbul şəhərində Shotokan üzrə dünya çempionatı keçirilirdi. Biz də qatıldıq o yarışa 10 idmançı ilə. Bizim çox güclü rəqiblərimiz var idi. Maşallah olsun bizim 10 idmançıdan 7 idmançımız yaxşı nəticə verdi. Onlardan 3 nəfər qızıl medal, 2 nəfər gümüş və 2 nəfər bürünc medal qazandı. Türkiyədə keçirilən beynəlxalq Shotokan üzrə karate yarışmasında birinci yerə layiq görülərək çempion adını qazandım. Mən həqiqətən də ölkəmə medalla qayıtdığıma görə çox sevinirəm. 3 rəqibimlə mübarizə apardım. İlk rəqibim Qazaxıstanlı rəqib idi. İkinci rəqibim isə Moldovalı. Üçüncü rəqibim isə mənim öz qardaşımla tatam üzərinə çıxdım. Yarışlar həm çətin, bəzən isə rahat keçdi. Mən çox qürurluyam ki, Azərbaycan bayrağını orada dalğalandırdım. Türkiyədə keçirilən Shotokan üzrə dünya çempionatında rəqiblərimlə qarşılaşdım. Bu hiss izah oluna bilməz. Çox həyəcanlı idi mənim üçün. Buna görə mən ailəmə və məşqçilərimə dərin təşəkkürlərimi bildirirəm. Başda Defilimpiya Komitəsi olmaqla heyətini təşəkkür edirəm və müəllimlərimə çox təşəkkür edirəm. Yarışım da çox gözəl keçdi. İnşallah gələn yarışlarda qızıl medalla qayıdacağam. Qeyd edək ki, İstanbulda WSF versiyasında təşkil edilən karate üzrə Shotokan dünya çempionatında ölkəmiz 10 deflimpiyaçı ilə təmsil olunub. Karateçilərimizdən Hikmət Ağayev, Sahib Sahibli və Yusif Əzimzadə qızıl, Aytən Qədirova və Nizaməddin Əzimzadə isə yarışı gümüş medallarla başa vurublar. Digər təmsilçilərimiz Əli Əkbər Əlizadə və Elnur Qasımzadə isə bürünc medal qazanıblar. Beləliklə, dünya çempionatında 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan baş məşqçi Seymur Xudaverdiyevin komandası tarixi nəticəyə imza atıb.